Yeni maşın çıxıb bilirsiniz, Zikr X9. Ay, möhtəşəm maşındır, içi belə, çölü belə, super bir şey. Yadınıza gəlir, tam bir il bundan qabaq Li 9 haqqında da belə deyirdiniz. Ay, möhtəşəm, ay da, nə oldu, nə tez unutdunuz? Bax, bu cür maşınlar belədir. Sabah Geely çıxacaq, o birisi gün Chery çıxacaq, o birisi gün Huawei çıxacaq. Gündə biri çıxacaq. Bircə il keçmədi, Li-ni unutdunuz. Gələn Zikri unudacaqsınız. Ondan sonra bir başqası gələcək, onu unudacaqsınız. Dostlar, yenə də deyirəm, əgər pulunuz varsa və sevirsinizsə ala bilərsiniz. Amma bu bir kult deyil, bu bir mədəniyyət deyil, bu bir ardıcıllıq deyil. Bu gündə çıxan telefona bənzəyir. Əgər kiminsə bir belə pulu varsa, onu məndən soruşmayın ki, qəşəngdir, pisdir. Qardaş, ildə dəyişən bir maşın. Mən sizə deyim ki, hə, get arxayın 7 il sürəcəksən, 7 ildə bu model dəyişməyəcək. Qardaş, ildə dəyişir və bir 10 dənə də istehsalçı var. Nətər biz buna rəy bildirə bilərik? Yenə də deyirəm, keçən il sürdüyünüz Li-ni unutdunuz, buna tez, indi Zikr gəldi, sabah da Chery gələcək, sonra da Huawei, sonra da Xiaomi gələcək. Nə bilim mən dalınca nə gələcək, ona görə qərarı özünüz verin.